Salam əziz izləyicilər. Biz torpağı şumlamalıyıq və şumluyuruq. Və hesab edirik ki, torpaq münbit olsun deyə onu şumlamaq lazımdır. Və düz də hesab edirik, torpaq münbit olması üçün o şumlanmalıdır. Amma şumlanmış torpaq, bax bu torpaq, təzə şumlanmış torpaq, münbit olurmu? Xeyr. Torpağın münbit olması üçün sadəcə şərait yaradır. Torpaq münbit olmaq üçün o yumşaldılmalıdır, sulanmalıdır. Süni olaraq sulanmaya ehtiyac yoxdur. Yağış görməlidir, gün görməlidir və yumşaq torpaq nəmliyi daha çox saxlayır və bu lazımdır torpaqda gedən, mən deyərdim, elektrokimyavi reaksiyalar üçün. Torpaq canlıdır, canlı orqanizmlər yaşayır torpaqda və o canlıların fəaliyyəti nəticəsində həm də torpaqda reaksiyalar gedir. Elektrokimyavi reaksiyalar gedir, maddələr bir-biri ilə reaksiyaya girir və ağacın ya bitkinin qidalana biləcəyi şəklə salır o maddələri. Torpaqda ağaca lazımdırsa, tutaq ki, kalium lazımdır, kalsium lazımdır, mis də lazımdır, tutaq ki, maqnezium kimi, fosfor kimi maddələr də lazımdır, o cümlədən azot da lazımdır. Bax, belləməklə biz əslində münbitləşdirmirik. Torpağı özü münbitləşə bilməsi üçün orada olan mikro aləmin normal fəaliyyəti üçün şərait yaratmış oluruq. Bu nəyə görə bilmək hesab edirəm lazımdır? Onda biz məntiqi olaraq qarşımıza belə bir məsələ çıxır ki, torpaq payızda bellənməlidir, payızda şumlanmalıdır. Payızda şumluyuruq onu, torpağın altında o mikro aləmin canlanması üçün şərait yaradırıq və uzun müddət yaza qədər onlar orada çoxalırlar və yazda daha aktiv o kimyavi proseslərin daha aktiv getməsi üçün şərait əldə edirlər. İndi payızda mən bunu şumladım. Gücüm çatan qədər bunun üstünə yağış yağacaq, qar yağacaq və temperatur dəyişmələri də mühüm rol oynayır. O yeraltı həyat üçün mühüm rol oynayır. Və kifayət qədər zaman qalacaq ki, torpaq yetərincə münbitləşə bilsin. Ağacların kökləri, budaqları hara qədər uzanırsa, hara kölgə sala bilirsə, ora qədər yayğın olur, yayılmış olur. Adətən gövdənin lap yaxınlığında köklər üzdə olur. Biraz uzağa getdikcə, əksər ağaclarda uzağa getdikcə dərinə gedirlər. Ona görə cərgə arasını əgər dərindən belləyiriksə, ağacların gövdəsinə yaxın hissəni üzdən belləmək lazımdır ki, əmici telləri zədələməyək, ağaca ziyan vurmayaq. Və digər tərəfdən bu payız belləməsində lap o köklər zədələnibsə belə, yaza qədər onlar bərpa olunacaq. Ağac oyanmağa başlayanda artıq gün işığı və torpağın temperaturu dəyişdikcə o köklər də bərpa olunacaq yaza qədər. Yazda sadəcə əkin üçün, tərəvəz əkini üçün yeri belləmək olar. Bax, bu mənim qənaətimdir və bir çox bağbanların da yazılarına rast gəlmişəm, söhbətlərini dinləmişəm. Onlar da bu
fikirdədirlər. Sağ olun, sağlıqla qalın, Allah amanında. Bağınıza bərəkət.